müəssir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin, eyni zamanda ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin, parad heyətlərin vətən müharibəsində qələbənin 5-ci ilində həsr olmuş hərbi parada düzülüb. Müdafiə Naziri İran Polkovnik Zakir Əsədov. Salam əskər. Əziz hərbçilər, hörmətli qonaqlar, xanımlar və cənablar, mən sizi və bütün Azərbaycan xalqını şanlı zəfərimizin 5-ci münasibəti ilə ürəkdən təbrik edirəm. Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram. Bugün bizim paradda əziz qardaşım Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı hörmətli Rəcəb Tayyip Erdoğan iştirak edir. Əziz qardaşım 2-ci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan ordusuna öz dəstəyini göstərir. Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Erdoğan'ın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır deməsi bütün dünyaya çox ciddi mesaj verir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt olmayacaq. Müharibədən və şanlı zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Və bugün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür. 5 il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyip Erdoğan bizimlə bərabər idi. Bugün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistan Baş Naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır.
Pakistan dövləti və xalqı 44 günlük vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Və bugün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbiçiləri də bizimlə bərabər iştirak edirlər. Və bu üç ölkənin, Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür. Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayıram və onların bizimlə bərabər bugün olmaları bir daha bizim birliyimizi, həmrəyliyimizi, qarşılıqlı dəstəyi əyani şəkildə göstərir. 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20%-i işğal altına düşmüşdür. 1 milyon Azərbaycan vətəndaşı qaçqın köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir. Etnik təmizləmə siyasəti aparılır. Bu bizim iradəmizi sındırmır. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyil. Biz sülh danışıqlarını apararkən eyni zamanda hər zaman bəyan edirdik. Əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi əzəli torpaqlarını azad edəcək. Uzun müddət davam edən danışıqların nəticəsi sıfır oldu. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpaq azad etmək fikrində deyil. Ermənistan arxasında duran bəzi dövlətlərsə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy, onların fikri Əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək. Bizim isə siyasətimiz, ərazi bütövümüz, Suriyemizi tam bərpa etməkdən ibarət. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa olsun biz öz doğma torpaqlarımızı azad edəcək. Biz güc toxluyuq və ildən ilə, aydan aya gücümüz artır. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edir. Bir çox qərar və qətnamələr bizim zəfərimizin hüquqi və siyasi əsasını təşkil edir. Biz güclü iqtisadiyyat qurmuşdur və əgər bunu etməsəydik bizim maliyyə imkanlarımız çox məhduddur. Biz iqtisadi müstəqillik qazanmışıq və bugün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu bizə daha böyük siyasi güc verir. Biz müstəqil siyasət aparan ölkə idik və bu amillər, digər amillərlə bərabər bizi şanlı zəfərə yaxınlaşdırır. Azərbaycanda ictimai, siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhuna, vətənə sevgi ruhunda tərbiyə eləmiş və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdik və vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı zəfərimizin əsas amillərdən biridir. Biz
enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr üçün, böyük coğrafiya üçün əvəz olunmaz ölkəyə çevrilir. Və bütün bu amillərlə bərabər ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalır.